Həftəlik bürcülər 8 dekabrdan 15 dekabra doğru dolça ikizlər tərəzi bürcülərinin nələri gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə elə bir yolda olacaqsınız. Harada olacağınızı bilin. Elə bir sanki bir istiqamətdə olmayacaqsınız. Mühitinizi, yerinizi, özünüzü zaman çərçivəsində doğru dəyişməyi daha çox düşünəcəksiniz. Çünki elə bir adaptasiya olmaqla bağlı bəzi problemləriniz olacaq. Ən çox da dolça kişiləri çox soyuqluğu, çox güvənsizliyiniz, özünüzü stabil tapa bilməməyiniz, maddisal sferanızı stabilləşdirməməyiniz, maaşınızla, işinizlə, vəzifənizlə əlaqədar narahatçılıqlarınız həddən artıq çox olacaq. Dolçalar bacarırsınızsa bu həftə açıq-aşkar deyirəm sizə bir balaca gözə girməyə etməyə dəyməz. Çünki bu həftə sizin hər addım atdığınız, hər dediyiniz sözlər insanlar tərəfindən qəbul edilməz bir vəziyyətdədir və sağlamlıqla əlaqədar bəzi nüanslarda qeyri-stabilliyiniz olduğu üçün daxili təklifinizdə daha çox qocalacaqsınız, enerjiləriniz düşəcək, olduğunuz müddət sevdiyiniz iş kollektivinə əlaqədar soyunmalarınız və səhv analiz etməyiniz ola bilər. Ona görə bacardığınız qədər dolçalar bu həftə öz aləminizdə olun, maddisalla bağlı mübadiləni gücləndirməyə çalışın, çünki ruhsal enerjiniz düşür. Maşınla, yolla əlaqədar problemləriniz çox olacaq və bilmirəm, mədə ilə ağız ətrafında qida borusunda məndə ağızda biraz zəhərlənmələr ola bilər, problemlər ola bilər. Dəniz məhsullarından bacardığınız qədər bu həftə uzaq olmağınızı məsləhət görürəm dolçalar. Ümumi həftəni dəyərləndirsək çox da xoşuma gəlmədi, amma 71%-ə qədər istədiyiniz kimi gözə batmadığınız şəkildə stabilləşdirə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər bu həftə maddisal həftədir. Yəni bu həftə pul maddiyyat baxımından özünüzü gücləndirə bilərsiniz. Məhkəmə ilə, dövlətlə, polislə əlaqədar nə işləriniz varsa, əkizlər onları rahat şəkildə əldə edə biləcəksiniz, monotonluqdan çıxacaqsınız, stabiliyyənizi quracaqsınız. Amma əkiz qadınları bu həftə daha çox biz ağzımızı idarə edirik. Çünki bu həftə ağzımızı idarə edə bilmədiyimiz bir formada əkiz qadınları, həyatınızda olan insan, yoldaş, sevgi olan insanlar kimsə onlardan soyuqlaşmağınız, onlardan uzaqlaşmağınız ola bilər. Bu isə normal bir vəziyyət deyil. Həftənin sonlarına doğru əkizlər emosional olacaqsınız. Balaca bir uşağa çevriləcəksiniz. Zaten bu sizin təbiətinizdə var. Balaca uşağa çevriləcəksiniz və öz enerjinizi belə deyim də diqqət olaraq, sevgi olaraq, istək olaraq daha çox tələb edəcəksiniz. Düzdür, həftə maddisal həftə olmasına baxmayaraq emosionallığınız çoxdur. Bu həftə daha çox sevgi gözləyəcəksiniz. Bu həftə daha çox sevgi şəxsiyyətə doğru meylliliyiniz, yeni bir insan və yaxud da təklikdən çıxmaq istəyəcəksiniz, sevginə əlaqədar aktivləşmək istəyəcəksiniz. Əkizlər bu həftə qərarsızlığınız normadan çox olacaq. Nə etməliyəm, hansı sferaya doğru getməliyəm, özümü necə aktivləşdirməliyəm kimi bir həftənin boşluğunda olacaqsınız. Əslində negativ həftə deyil, pozitiv həftədir. Çünki udarlarınız yoxdur. Sağlamlıqla bağlı bəzi narahatçılıqlarınız ancaq belə deyim, infeksiya və səs dalğaları, boğazımızla əlaqədar belə deyim, faringit ola bilər və yaxud da zob xəstəlikləri aktivləşə bilər, səs dalğalarımızda problem ola bilər, batqalar ola bilər. Bunlara fikir verməz. Ümumi həftəni dəyərləndirsək 78%-ə qədər əkizlər uğurlu edə bilərsiniz. Tərəzilərə gələndə isə tərəzilər bu həftə bir canlı bomba olacaqsınız. Yəni bilirsiniz necə? Düşüncə, arzu, xəyallarım nədirsə onları həyata keçirməyə çalışacaqsınız. Yəni beynimdə bunu qurmaq istəyirəmsə nəyin bahasına olursa olsa edəcəm. Amma həftənin sonlarına doğru bir balaca ümidsizliyiniz olacaq. Sanki həftənin sonlarına doğru alacağınız xəbər şəxsiyyətlə əlaqədar sizi yarımçıqlığa qoyacaq. Yəni qurduğunuz planlar ayrıdır, gördüyünüz vəziyyət ayrı olacaq. Emosionallığınız daha da artacaq. Yəni bu həftə bacarırsınız maddisal sfera yüklərin, amma bunu bacarmayacaq. Çünki şəxsiyyətlə əlaqədar qısqanclığınız, ümidsizliyiniz, sürətli hərəkət etməyiniz, tələbləriniz, tələbatınız normadan çox olacaq. Həftənin şənbə günündən başlayaraq yeni bir qapı açılır. Bu yeni bir insan ola bilər, yeni bir iş ola bilər, yeni bir təklif ola bilər ki, gələn həftəyə doğru, dekabrın sonlarına doğru daha uğurlu bir vəziyyətdə tərəzilər özünüzü gücləndirəcəksiniz. Həftənin cümə axşamına qədər sizin həyatınızda vəziyyət, cümə axşamına qədər həyatınızda olan vəziyyət sürətlənmiş, amma negativ formada olacaq. Yəni ağlınızdan istifadə edərək hərəkət edəcəyinizə tərəzilər inanmıram, amma bunu özünüz zaman çərçivəsində düzəldə bilərsiniz. Hamiləliklə, övladla əlaqədar tərəzilərdə nə problem varsa, biraz hamilə olan insanlar buna fikir verməlidir. Çünki bədənsel enerji düşür və sağlamlıqla əlaqədar xoşuma gəlməyən jensk orqan və böyrəklərdə narahatçılıq ola bilər. Bunları aktivləşdirməlisiniz. Bacardığınız qədər bu həftə ev heyvanlarından tərəziləri uzaq durmağa çalışın. Çünki onlardan gələn bilmirəm nədirsə, sizin bədən sağlamlığınızı zəiflədə bilər. Tərəzilər buna fikir verin.